Məsələn, Azərbaycan ucqar bir kəndində bir arvaddır, məsələn, bütün nəsli bir-biri ilə evləndirib. Qardaşın bir qızını verib o bir qardaşın oğluna. O qardaşın oğluna bu qardaşın qızını alıb. Onun qaynının oğluna, bunun qaynını. Niyə? Hamını bir-birinə belə cağlayıb, düzüb, qoşub. Niyə? Heç kim boşana bilməsin. Biri boşansa, bütün nəsil dağılacaq. Azərbaycanda məmur qohumluqlarına bax. Bunlar ailə deyil. Bu məmur qohumluqlar. Çoxu bir-birini qoruyan maraq qruplarıdır. Məmuru birini tərpədirsən, sistem silkələnir. Qohumu qaynı çıxır oradan administrasiyadan, biri çıxır filan dövlət qurumundan. Bax, bu sistem harada oturub? Həmin o kənddə dediyim o arvadın sisteminin üzərində, xalqın şuurunun üzərində. Nətər olur ucqar bir kənddə bir qadın bir nəslin üzərində imperialist siyasət qura bilir, hakimiyyət qura bilir. Sən